Hüseynov bir araştırma aparıb. Bu Alyona Əliyeva haqqında, İlham Əliyevin gəlini haqqında çox böyük səs-küyə səbəb olub, çox böyük müzakirələrə səbəb olub və bu xəbərlər, bu müzakirələr şübhəsiz ki, İlham Əliyevin imicində çox ciddi öldürücü zərbə olub. İndi İlham Əliyev bu iddiaları yalanlamaq, bu iddialara qarşı arqument səsləndirmək əvəzinə, öz fikirlərini bildirmək əvəzinə gətirilər törətməyə üstünlük verir. Çünki orada Mehmanın faktlarının qarşısında çıxarılası bir fakt yoxdur. Və görünür ki, İlham Əliyev bir neçə qanlı cinayət törətməklə müzakirələrin yönünü dəyişmək və gəlinini unutturmağa çalışır. Bir neçə mənbə bizə məlumat verib ki, İlham Əliyev bu siyasi blogerlər və mühacirlərdən bir neçə nəfərin öldürülməsi üçün külli miqdarda pul ayırıb, konkret olaraq adam başına 4 milyon avro məbləğində vəsait var idi. Kimlərlə danışılıb məsələ? Azərbaycanın Avropada, Azərbaycanlılar ki, Avropada kriminal dairələrə yaxındılar, Azərbaycan kriminalı, Gürcüstan kriminalı və bunların da böyük əksəriyyəti Azərbaycanlılardan ibarətdir. Etnik olaraq Azərbaycanlılardan ibarətdir, amma digər xalqların nümayəndələri də var bu qrupa daxil olan. Türk mafiyasına müraciət ediblər, Türk mafiyasının nümayəndələrinə müraciət ediblər və bu onlardan kömək istəyiblər və bir də bizdə olan məlumata görə Serb kriminallarına, Serb mafiyası ilə danışıblar bu adamlar. Konkret siyahı veriblər. Bu siyahının başında şübhəsiz indi Mehman Hüseynov gedib. Gəlmə Zahid var, mən varam, Orxan Ağayev var, sonra bloger Manaf Cəlilzadə var, Elşad Məmmədov var, Məhəmməd Mirzəli var, digərləri var. Yəni ki, hardasa 20-yə yaxın, ümumi 20-yə yaxın siyahıdır və bizim dəqiqləşdirdiyimiz bir neçə mənbələrdən dəqiqləşdirmişik və bu siyahılar bir-birinə uyğun gəlir. Siyasi mühacirlərə, aktiv siyasi mühacirlərə, blogerlərə müraciət edirəm ki, bu müddət ərzində ehtiyatlı olsunlar, lazım olmadıqsa evdən çölə çıxmasınlar və yaxud da ki, tək çıxmasınlar. Çünki vəziyyət olduqca gərgindir. İlham Əliyev qatildir. Bilirsiniz, Azərbaycandan kənarda, ölkə sərhədlərindən kənarda, Avropada, Gürcüstanda, Türkiyədə İlham Əliyev qətillər törədib. Bu ilə